Mənim yoldaşım belə şey eləməz. Bu nədir? Üstündə tük var. Görmürsən ağ rəngdədir. Yəqin dükanda yapışıbdı üstümə. Həm də yaşlı bir qadınla sənə xəyanət eləyəsi deyirəm ki. Ola 5 köpüğü soxmalısan sən hər dəfə. Deyirəm günüm xoş keçib, deyirsən mənim günüm lap zor keçib. Deyirəm dərdim var, deyirsən mənim dərdim daha böyükdür. Mən əslində bilirəm bu hardan gəlir. Biz həmişə müqayisə ediblər. Filankəsin oğlu yaxşı yerdə işləyir, filankəsin qızı yaxşı universitetdə oxuyur. Bax, ailəmizdir biz incidən. O incitmək nədir? Dəlisən sən. Mənim uşaqlıqda bir dəfə məni zorlayır. Ala qız da ayrıldı yemənlə. Elə düz eləyib ayrılıb. Sən o yazığı heç olmasa bir dəfə gül almısan. İnanmarsan, brat, hər dəfə gül almaq istəyəndə nəsə problem çıxırdı. Salam əleykum qardaş. Gül gətirdiniz? Qardaş, hər gün gəlib soruşursan, biz gül satmırıq axı. Biz ancaq pivə, zakuska belə şeylər satırıq. 6 litr pivə verdi onunla. Çox üzr istəyirəm. Neynirsən, nə axtarırsın, necə kömək eləyim sizə? Şey işlə. Özümü axtarıram. Başa düşmədim, necə özümü axtarıram? Qardaş, həyatım işə gedib gəlməkdən, yatmaqdan, bir də telefonla qurtdalanmaqdan ibarətdir. Mən biləm sənə necə kömək eləmək lazımdır. Necə? Çox sağ olun xanım, əllərinizə sağlıq. Sağ olun, var olasınız, yorulmayasınız. Görmürsünüz orada qızla oturmuşam, nə ağzınızı açmışsınız cındır kimi. Normal nə Gül kimi də şəhər uşaqlarısınız. Videonuz fasonunuz da yerində. Elə bir ailə tərbiyəsiz zad görməmişsiniz. Özünüzü dalı. Aa, bir dəqiqə ya vəbşi. Nə gəlib bizə söz deyirsən la? Sən yanındakı şıntıra bax bir dənə. Adam oxşamır, elə qız olur ola.